Yəni, sədəqə verib minnət etmək barəsində zikr edək. Yenə qeyd elədiyimiz kimi, çünki minnətlə olunan sədəqə sanki bir növ kasıba, miskinə əziyyət olur və o zaman bu baxımdan da Allah Subhanahu Quran-ı Kərimdə bu barədə buyurur ki: "Ya eyyuhellezine amenu la tubtilu sadaqatukum bil menni vel əza." Allah Subhanahu buyurur ki: "Ey iman gətirənlər, öz sədəqələrinizi, yəni minnət etməklə və ya əziyyət verməklə puç eləməyin, batil etməyin." Fikir versəz, ayənin əvvəlində Allah Subhanahu taala ey iman gətirənlər deyir. Yəni bu o deməkdir ki, bu cür xitablar, yəni ey iman gətirənlər başlanğıcı ilə başlayan ayələr bu iman etmiş insanlara aiddir. Yəni təbii ki, zahirən yardım müxtəlif insanlar edir. Yəni kafirlər də eləyə bilər, müşriklər də eləyə bilər, məcusilər də eləyə bilər, müəyyən şan şöhrət sahibi olan insanlar da eləyə bilər. Amma ayədə, yəni sədəqəsinin batil olmaması üçün xəbərdarlıq olunan sinif isə iman əhlidirlər. Çünki biz bilirik ki, insan əgər Allaha iman etməyibsə, hətta hər gün minlərlə, 10 minlərlə sədəqə etsə də belə, onun sədəqəsinin, onun axirətinə heç bir zərrə qədərdə faydası yoxdur, hətta iman etməyənə qədər. Yəni, o ki, qaldıqca onların elədikləri bu yaxşılıqların müqabili, Allah Subhanahu onların elədiyi bu yaxşılıq müqabilin isə onlara bu dünyada verir ki, onlar axirətdə Allah Subhanahu heç bir şey istəyə bilməsinlər. Allah Teala buyurur ki: "Ey iman gətirənlər, öz sədəqələrinizi, yəni verdiyiniz, əta etdiyiniz sədəqələrinizi minnətlə, əziyyətlə batil etməyin." Yəni, əziyyət təbii ki, o da elə minnətdən bir sinifdir, bir növdür. Minnət eləmək, yəni kasbın başına qalxmaq və yaxud da ki, kasba təhqiryanı eləmək və yaxud da ki, ona sədəqə edib, sonra isə bir müddətdən sonra onun başına qalxmaq kimi əməllər minnət və yaxud da əziyyətə də daxildir.